Herkese selam dostlar. Bugün biz Liberty City oynayacağıq. Bir de tabii ki de San Andreas. İlk olarak dostlar San Andreas'da belə yalandan pul verip silah kazanmaktansa pul verməyib silah kazanmaq çox qəşəngdir. Düz demirəm? Bəli. Pul verib kazanmaq çox qəşəngdir. Bu musiqi də çox hoşuma gəlir ha. Öncelikle dostlar polis merkezinden silah kazanmak lazımdır. Nətər mi? İndi mən polis mərkəzindəyim, amma sizə göstərim də. Özünüzü öldürəcəm. Durun, öldürün, qutarsın. SWAT ekibi də gəldi. Vay da. Öldük. Pulu mən aslında adam öldürərək qazanırdım. Sadəcə necə deyim belə, missiya keçər çox yoxdur. Yəni mən eləcə adam vuraraq qazanırdım. İlk olarak dostlar bir tane polis tapmak lazımdı. Polis orada var. İşte polise ateş attık mı çok güzeldi. Davul maşınına minin. Koyun polis sizi tutsun. Hiçten olmaz. Silahımız gedəsi de ama olsun. Ben size indi buradaki silahları göstereceğim. Bura polis mərkəzidir. Özünüzü tutturun bəsdir. Tamam, indi belə qaçmaq işarəsi var. Bunu mən belə yer var. Bura girin, buradan belə tapança var. 2 ulduz gəldi. Aha. Polis oradaymış. Burada belə gördüyünüz kimi bronjilet var. Onu da götürə bilərsiniz. Artıq candır çünki. Hə, mən bunu nətər yükləmişəm desəniz, Happy Modda var. Happy Modda Google'dan yüklənilir. Yani soruşsaydan olan olmaz diye. Aha. Tez olun indi. Bakın. Gösterdiğim kimi. Buradan belə qapı var. Düppələm düz gedin. En axıra girin. Sonra burada belə pilləkənlər var. Pilləkəndən çıxın. Düz gedin. Bakın bu otaqda gördüyünüz kimi hisslər yoxdur. Ama o birisi otaqda sürpriz var. Tada. Ha, indidəndir. Mən bunu demirdim ha. Mən bu silahı deyirdim. 30 gülləli silahı. Deyəsən şəhərin ən qiymətli adamı mənəm. Çünki polis mənə 4 ulduz verdi. Bunlar da nə qışqırır? Sonra hemen yerin qabağında bir dənə də belə qapı olan yerdən düppələm düz gedin. Bura dönün füsyo. Burada da belə bronjilet var. Dubinka var. İçəridə girin. Burada adam döymək üçün belə mor şey var. Belə götürürsək və belə elisiz adam döyürsüz. Nəysə, bunu da göstərdim. Zaten girəcəm birazdan polislərlə danışacağım. Keçək Liberty City'yə, Stories'ə. Liberty City Stories. Mən əslində burada bir-iki tane sizə keçmişəm. Görevdə yəni. Amma sizin üçün təzdən başlada bilərəm. San Andreas'da başlatmadım çünki orada biraz çox görev çəkmişdim. Burada bir-iki görev çəkmişəm. Ama zaten onu dünən yükləmişəm. Qəşəhmə qabıda. GTA 3'ün mahnısı mı Liberty City Stories'in mahnısı? Ben Liberty City'nin daha çok beğendim mahnı olarak. En qəşəng musiqi mənə görə baxın hem San Andreas'dır hem de GTA 4'dür. Ama bunlardan seçim eləsək mən GTA 4'ü seçirim. Çünki San Andreas musiqisini mən də bəyənirəm amma belə də çox yox. Gördüyünüz kimi belədir Liberty City Stories. Bir de ne tür yüklemek lazım olduğunu diyeyim. Google'a yazırsınız ki Liberty City Stories yazılışını dedim. Liberty City Stories sıfırdan oynuyorum bakın. Google'da yazır ki Liberty City Stories download. Ona basın yüklenir. Start download var. Ona basın sonra da
Orada fail indirilir yazacaq. Ətraflıya basın yüklenecek. Gördüğünüz kimi karakterimiz Tony. Tom yok, Tony. Liberty City'ye geldik. Şimdi hara gidirik. Adam götürmüş. Bu maşın GTA 3'te de var. Elə polisler bizi tuturdu ha, Katalina'nın soyğun eləmişdik. O görevdə polisler bizi tuttu. Sonra da polis maşınını partlattılar mafyalar. Ondan sonra da heç nə. Yani bu maşından qaçdıq. Cloud bu maşını sürdü, arkada da adam oturdu başqa. Belə qara rəngiydi. Burada her dəfə belə sopa olurdu. İndi yoxdur. Ola bilsin o görev olmayanda ola bilər. Deyir ki, indi bizdən evə gir. Bura deyimiz. Görev, hər dəfə görev işləməyəndə evə gəlin. Zaten ev yaşıl rəngdə ev işarəsi verilir. Yaşıl rəngdə ev işarəsi. Baxın, tam bizi birlikdə sopa olurdu hər dəfə. Gəlin evi göstərək. Evimizi görək nə tərəfdir. Görək bizə nə tərəf verdilər. Yəni mən belə evi görmüş oldum. Belə xaladenlikimiz falan var. Belə disk götürməliyik, götürdük. Bəli, mənzərəsi də çox yaxşı deyil. Özümüzün boyda, qapı boydadır. Əlimizi dəyişək. Nə dəyişdi ki, başa düşmədim. Bir dənə kostyum şalvar giyindik. Çıxaq evdən. Çox oyalanmayaq. Bildik, qarajdır. GTA 3'ə də oxşuyur ha bu oyun. Məsələn, polis mərkəzindən xəstəxana bir-birinin yanındadır. Uydu, sifəti gördünüz mü? Görməsəz, videonun təkrarı salın, görəsiniz. Polis mərkəzindən xəstəxana bir-birinin yanındadır, GTA 3'dəki kimi. Aha, BMW. Adam maşından düşmüş, amma yoxsa götürərdik. Baxın, xəstəxana ilə polis mərkəzi. GTA 3'dəki kimi bir-birinin yanında. Burada BMW elə az deyil, yəni BMW çoxdur burada. Lap da çox deyil, yəni özünüz də görürsünüz. Amma yenə də qabağıma çıxanda çıxır. Mercedes mi, BMW mi? Yoruma yazarsınız. Bir dənə də deyim. GTA oyunlarının sizdə hansının musiqisi daha yaxşıdır? Baxın, indidən bütün hamısını çıxırıq. Geriyə nə qalır? İlk filmimizi aldıq. İlk missiyamızı keçdik. Geriyə nə qalır? San Andreas və GTA 4. Liberty City yox, adi GTA 4. Niko olan. İndi mən San Andreas'ı çox bəyənmirəm. GTA 4'ü çox bəyənmirəm. San Andreas da qəşəngdir. Amma GTA 4 məncə daha yaxşı. Sizcə nə xoşlayırsınız deyin. Yəni hansı oyunu və hansı musiqini xoşlayırsınızsa yoruma yazarsınız. Dediyim kimi Google'dan Liberty City Stories yazın gəlir. Yazılışını da dedim incə. Sonra yazılası da Liberty City Stories olmadı. Bak GTA 6 da çıxır üyü. Rockstar yeni oyun yapır. Ama ne olsun yani GTA 6 çıxar. Ben GTA 5'i oynamağı bırakmayacağım. Bu gün elə ağlımda çox video fikri yoxdur. Hələ ki fikirləşirəm də. Sonra ağlıma bu gəldi. Belə bunda
Bunu da elə oynayıb qutarıq. Neysə də gördüyünüz kimi oyun da belə idi. Videomuz buraya kadar idi. Sağ olun.